Bu yaxınlarda bir video paylaşmışdım. İndiki ağlınızla ilk görüşə yenidən getsəydiniz, həyat yoldaşınızla yenə görüşərdinizmi? Şərhləri oxuyanda açığı çox təəccübləndim. Əsla getməzdim, indiki ağlımla heç yaxın durmazdım. O səhvi bir də etmərəm deyən o qədər insan var idi ki. Və mən öz-özümə düşündüm. Görəsən problem həqiqətən evlilikdədir, yoxsa bizim evlilikdən gözləntilərimizdə? Məsələn, bugün biz pərdələri dəyişirik. Mən yuyuram, yoldaşım kömək edir. Birlikdə yerləşdiririk. İndi kimsə deyə bilər ki, bu nə böyük şeydir ki. Əslində məsələ pərdə deyil. Məsələ odur ki, evdə görüləsi iş yalnız qadının məsuliyyəti kimi qəbul olunmur. Çünki qadın da günün sonunda yorulur. Onun da istirahətə, diqqətə, qayğıya ehtiyacı olur. Məncə evlilikdə ən böyük rahatlıq odur ki, qarşı tərəfin mən də buradayam dediyini hiss edirsən. Hər şeyi birlikdə etmək məcburiyyətində deyilsən. Amma hər şeyi bir nəfərin üstünə də atmaq olmaz. Və bəlkə də illər sonra bəzi insanlar kaş evlənməzdim demirlər. Əslində demək istədikləri kaş bu evliliyi tək yaşamazdımdır. Çünki insanı evlilikdən soyudan bəzən evliliyin özü olmur. Özünü tək hiss etmək olur. Hər şeyi tək düşünmək, tək həll etmək, yorulanda belə mən etməliyəm demək olur. Məncə həyat yoldaşı olmaq sadəcə eyni evdə yaşamaq deyil, bir-birinin yükünü biraz da olsa yüngülləşdirməkdir. Bəs siz necə düşünürsünüz?